Alfa bucağı iti bucaq olarsa n-in ən böyük tam qiymətini tapın. İti bucaq 90 dərəcədən kiçik, 0 dərəcədən böyük olduğu üçün alfanı 0-dan böyük, 90-dan kiçik 2 qat bərabərsizlik şəklində yazsaq, burada 32 üstə gəlinsin 4n kiçikdir 90-dan və böyükdür 0-dan. Hər tərəfə -32 əlavə etsək və ya hər tərəfdən 32-ni çıxsaq, alarıq -32 kiçikdir 4n kiçikdir 90-dan 32 qalar 58. Hər tərəfi 4-ə bölsək, -8 kiçikdir. Deməli 4-ə böldüyümüz üçün n qalır, kiçikdir. 58-i də 4-ə bölsək, deməli 1, 14, 14 tam 4-də 2 qalır. Bizdən n-in ən böyük tam qiyməti tələb olunur. 14 tam 4-də 2-dən kiçik olan ən böyük tam qiymətimiz, yəni ƏBQN bərabər olacaq 14-ə.